Başqasının törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrum edilib. Pərviz Babazadə deyir ki, bir müddət əvvəl Səxavət Bayramovdan günü 15 manata icarəyə avtomobil götürüb. Taksi fəaliyyəti ilə məşğul olan Pərviz deyir ki, müştəri az olduğundan avtomobili geri qaytarıb. Amma həmin vaxt adına olan etibarnaməni ləğv etdirmək yadından çıxıb. Mercedes markalı maşın götürdüm icarəyə, taksi üçün. Bəs bir ay çəkmədi, mənə sərf eləmədi, qaytardım, verdim. Bəs isə 8 aydan sonra 5-ci 2-ci ay 2005-ci ildə mənə 400 manat cərimə gəlib. Bəs polisə də yaxınlaşdım, polis də dedi ki, biz onun üstündən vaxtından keçib, biz baxa bilmərik. Cərimə də günü-gündən işir. Xahiş edirəm, mənə bir köməkli edin. Pərviz Babazadə deyir ki, cərimələr dayanma və durma qaydasının pozulması və digər inzibati xətalara görədir. Bildirir ki, həmin cərimələrə görə sürücülük hüququ da məhdudlaşdırılıb. Avtomobilin yiyəsinə zəng vurub demədin ki, mənə cərimələr gəlir. O da deyir ki, gəlib get həll elə. Mən də deyirəm ki, həll eləyirəm, baxan yoxdur. Deyir yaz. Yazmışam, e-polis proqramına yazmışam, 102-yə məlumat vermişəm, sağ olsunlar. Mənim məlumatıma cavab veriblər, köməkli eləyiblər. Ancaq isə qayaya yaxınlaşam, qaya deyir ki, bunun üstündən keçib. Cərimə də olub 404 manat. Ekspertlər deyirlər ki, qanuna əsasən sonuncu etibarnamə Pərviz Babazadədə olduğu üçün törədilən inzibati xətaların cəriməsi ona gəlir. Belə olduğu halda vətəndaş adına olan etibarnaməni ləğv etdirmək üçün məhkəməyə müraciət etməlidir. Daha sonra sübuta yetirilərsə ki, həmin vaxt sükan arxasında Pərviz Babazadə olmayıb, cərimə məbləği avtomobilin əsl sahibinə yazılacaq. Ramal Abdullayev, Kamran Mirzəyev, Xəzər xəbər.